Sentyabr gəldi, məktəblər açıldı və uşaqlarla dərslə əlaqəli problemlər başladı. Bir çox valideynlər şikayət edir ki, müəllimlər mənim uşağımla maraqlanmır, uşağa dərs keçmirlər, uşaq yaxşı oxumur. Əgər uşağın yaddaşı yoxdursa, uşaq dərsə meyilli deyilsə, uşaq yaxşı dərs oxumursa, bu valideynlərin birbaşa özü ilə əlaqəli bir məsələdir. Nə məktəblə, nə də ki, müəllimlə əlaqəli deyil. Əsasında əsas problem də uşağın qidalanmasıdır. Nə qədər ki, uşaqlara hazır qidalar, abur-cuburlar, marketdə olan şeylər və eyni zamanda şirniyyatlar yedirdəcəksinizsə, bir o qədər də dərslə əlaqəli problemlər, sorun, sıxıntılar çox olacaq. Əgər uşaqlarınızın yaxşı oxumağını istəyirsinizsə və gələcəkdə yaxşı bir iş sənət sahibi olmağını istəyirsinizsə, bugündən düşünməlisiniz. İlk olaraq qidalanması, abur-cuburlardan uzaq tutması və eyni zamanda da şirniyyatlardan uzaq tutmaq daha vacibdir.